25 min manata, bəli. 25 min verirsən Xırdalanda, həm də hökməli dairəsində. Xırdalandayam. Sənəddə Xırdalandı, amma hökməli qurğuna çox yaxın məsafədə. Əsas yoldan 10 metr məsafədə. 3 otaqlı. Mətbəxə bax, mətbəx öyle evin içərisində qalacaq. Ev çox gözəldir. Bunu paylaşmışdım. Qiyməti dəyərində paylaşmışdım. Dəyərindən də aşağı verir. Çox aşağı verir də. Qiymət haqqında məlumat verim, sonra qeym çəkim. Qiymət 25 min köynəkdə 38 min. Nə 40.500-ə paylaşmışdım ha bu evi. Kreditdən 38 minə kreditdən 38 minə, nəqd amma 35 min manata. Vallahi qiyməti əladır. Bu 3 otaqlı ev harda var? Bax, qoşa. Nə verərlər bu qiymət? Heç nə vermirlər. Vallahi bugünkü gündə bu qiymətə ev tapmaq olmur. Yəni al ver kiraya, al yaşa, neysə elə 10 metr. 114-ün astanovkasına 20 yanvar işləyən marşruta 10 metr məsafədə, 10 metr. Bura bax. Hamam sanuzeli. Bura hamam. Bura sanuzel. İkisi də tam təmir. İdeal. Bu qiymətə görə ya. Qiymətinə görə çox yaxşı. 35 minə bu evdən tikib başa gətirmək mümkündür. Suyu, çöldən çıxardım göstərəcəm sizə. Yolla yaxınlığında göstərəcəm. Çöldən görünüşü 2 pəncərə burada. Qiymət əla, evin özü əla. Vallahi nə tapım çıxardım sizin. Onsuz da alan dörsüz. Onsuz da ev almırsınız. Suyun şotçikinə qədər var. Və nə tapaq sizin? 35 min ev var. Allah haqqı yoxdur. Bu qiymətə lazım olsa da pəncərəni də bağlatdıracam, danışmışam. Bir dənə yol da göstərim sizə. Yoruldum ev çəkməkdə. Gündə 20-30 dənə ev çəkirəm, bir dənə satış yoxdur. Bax yola bax. Yola heç sən eminəm. Bir dənə yola bax. 10 dənə atdım. Yeri 114-ə min orada. Nə verərlər heç nə. Sağ olun, var olun.